Salam, bugün mən sizə coğrafiya fənni üzrə 2024-cü il güvən nəşriyyatı səhifə 296-da demək dil ailələri, dil qrupları və onlara daxil olan xalqlar bölməsindən demək Çin, Tibet demək xalqları demək Çin, Tibet dil ailəsinə daxil olan Çinlilər, Tibetlilər, Myanmarlılar, Butanlılar, Şirklər haqqında məlumat verəcəyim. Keçən video dərslərdə Çinlilər haqqında məlumat vermişdim. Bugünkü dərsdə Butanlılar və Tibetlilər haqqında, Şirklər haqqında məlumat verəcəyim. Butanlılar, əvvəlcə baxaq, Butan demək ölkə olaraq Cənubi Asiyada dövlət və şimal və şərqdə, şimal-şərqdə Çin, yəni Butanın şimal-şərqində Çin, cənub və cənub-qərbində şərqdə Hindistanla həmsərhəddir, paytaxtı və ən böyük şəhəri Thimphu şəhəri, ümumi sahəsi 38.394 kvadrat kilometrdir və Butanın dənizə çıxışı yoxdur. Butan krallığının əhalisi son məlumatlara görə burada bayrağı, gerbi burada görsənir. Butan krallığı və son məlumatlara görə təxminən 790.000-800.000 nəfər civarındadır Butan krallığının əhalisi və Cənubi Asiyada Himalay dağlarında yerləşən bu kiçik ölkə əsasən buddist əhalidən ibarətdir və cənub bölgələrində hinduizm dininə etiqad edənlər də yaşayır. Əhalisinin sayı burada bayaq qeyd etdik 2025-ci ilin məlumatlarına görə 797.000-800.000 nəfərdir və əhalinin böyük hissəsini Buhotilər, yəni Butanlılar təşkil edir. Əhalisinin 75%-i qırmızı papaq lamaizm, yəni buddizm və 25% isə hinduizm dininə etiqad edirlər. Və burada xəritədəki yerinə baxaq. Yer kürəsində, yer planetində xəritədəki yeri daha ətraflı. Və demək, yenə də Butanın ənənəvi xalqı olan Drukpa əsasən 4 etnik qrupdan ibarətdir. Qərbdə siyasi cəhətdən dominant olan Ngyalop və şərqdə Sarchhop, cənubda isə Lhotphampa və müxtəlif yerli tayfalar. Onlar güclü buddist dəyərləri ilə yaşayır və ənənəvi geyimlər, kişilər qo, qadınlar kira geyinirlər və icma əkinçiliyi ilə məşğul olurlar. Burada yenə də etnik qruplar və mədəniyyət və dinləri vardır. Və qonaqpərvərlik əsas sosial dəyərlərindəndir. Və yenə də ölkənin Butan əhalisinin demək burada cins yaş piramidası tərkibini göstərən piramida verilmişdir. Ölkənin əsas əhalisi Buhotiyalar yaxud Butanlılardır və digər xalqlar da burada vardır, 26% və s. Burada videonu dayandırıb həmin xalqlara baxa bilərsiniz. Və 1000 nəfərə doğum səviyyəsi 34 nəfər, ölüm səviyyəsi 13 nəfərdir. Uşaq ölümü 1000 nəfər diri doğulan uşağa 100 nəfərdir. 2005-ci ilin məlumatlarına əsasən və bir qadına 4,8 uşaq düşür. Və Butanın rəsmi dili Dzongkha dini buddizmdir. Paytaxtda Thimphu şəhərdir.
konstitusiyalı monarxiya dövlətidir. Butan dağlıq ölkədir. Bu Hodyalılardır. Milli geyimlərdir.
Tibetlilər təxminən 7,7 milyon əhalisi olan və əsasən Tibet buddizminə etiqad edən yüksək dağlıq Tibet yaylasında yaşayan Şərqi Asiya etnik qrupudur və ənənəvi olaraq onlar fermerlər və ya köçəri yak çobanları, Drokpa, yəni isti qonaqpərvərliyi və unikal ənənəvi geyimləri və dua və monastır ritualları ətrafında cəmlənmiş dərin mənəvi həyatı ilə tanınırlar. Və həyat tərzləri, iqtisadiyyatları haqqında Tibetlilərin təxminən 90% ənənəvi olaraq kənd yerlərində yaşayırlar və bir çoxu köçəri çobanlar, Drokpa və ya maldarlıqla məşğul olurdular və yaşamaq üçün mal-qaradan istifadə edirlər. Onların iqtisadiyyatı və gündəlik həyatı yak və qoyunlardan çox asılıdır. Və Tibet buddizmi onların həyat təməlini təşkil edir. Gündəlik işlərdən tutmuş, Kora, müqəddəs yerlərin təvafı kimi əhəmiyyətli mədəni rituallarla qədər hər şeyə təsir göstərir. Ənənəvi geyimləri yüksək hündürlük temperaturu və köçəri həyat tərzi üçün çox uyğundur. Kənd əhalisinin çoxu daş və ya palçıq kərpic evlərdə yaşayır. Köçərilər isə yak tükündən hazırlanmış çadırlardan istifadə edirlər. Və burada demək qovrulmuş arpa unu, yəni pəhriz tsampa, yağlı çay və ət kimi əsas qidalarla qidalanırlar. Yəni qidaları bunlardan ibarətdir.
Tibetlilər Çində və Tibet Muxtar rayonunda yaşayırlar. Və Tibet dilləri Tibet dilidir. Dinləri Buddizm. Şerplər Nepalda əsasən Himalay dağlarının yüksək hissələrində yaşayan, yüksək dağ şəraitinə uyğunlaşmış, sürətli qan dövranı xüsusiyyəti olan etnik tayfadır və onlar əsasən alpinistlərə bələdçilik edir, Everest və digər zirvələrə qalxarkən demək yüksəklik yüklərini daşıyırlar. Şerplər alpinistlərin peşəkar bələdçiləri kimi tanınırlar. Nepal, Himalay dağları yaşadıkları yer əsasən alpinistlərə, turistlərə bələdçilik, yük daşıma və həkimlərin araşdırmasına görə onların orqanizmi dağ xəstəliklərinin qarşısını alan sürətli qan dövranı keyfiyyətinə malikdirlər. Və Everestin fəthində və alpinistlərin müşayiətində əvəzsiz rolu olan dözümlü bir xalqdır.